Hörmətli izləyicilərimiz, əziz şagirdlərimiz, əziz valideynlərimiz, mən Vüsal Kəlbəcəri hər zaman gözəl işlər görürük. Bu günləri biz Gədəbəy rayonundayıq və Gədəbəy rayonunda çox qocaman, gözəl bir müəllimlərdən birini sizlərə təqdim eləmək istəyirəm. Mən bir daha sizi xoş gördük. Allah təala sizə uzun ömür, can sağlığı versin. Adınız, soyadınız? Nəbiyev Zavur Məşdoğlu. Neçə yaşınız var hal-hazırda? Hal-hazırda 78 yaş. Ay maşallah. Hansı məktəbdə müəllim kimi fəaliyyətə başlamısınız? Mən fəaliyyətə başlamışam Miskinli kənd orta məktəbində. Fəaliyyətdə orada Bəli, sonlandırmışsınız. orada olmuşam. Və neçə il müəllim işləmisiniz? 1970-ci ildən orada fizika müəllimi işləmişəm. Bəli. 2014-cü ilə qədər. 2014-cü ilə qədər. Demək O olar. arada da 10 ilə yaxın təşkilatçı müavini olmuşam. 10 ilə yaxın məktəb direktoru Ay işləmişəm. maşallah, ay maşallah. Biz bilirik, müəllim, sizin haqqınızda maraqlanmışıq. İşlədiyiniz müddətdə məktəbdə nizam, intizam, təlim, tərbiyə, ondan əlavədə davamiyyət, gözəl tədbirlər, ali məktəbə qəbul göstəricisi, olimpiyada, hər bir şey öz qaydasında olubdur. Və sizə öz adımızdan sağ ol deyirik. Bugün 2026-cı ildir və biz sizinlə bağlı gözəl çəkilişə gəlmişik. Allah sizə ömür versin. Bizim arzumuz odur ki, sizin 80 yaşınız, 85, 90, 100 yaşınız olsun, əməkdaşlarımız gəlib gözəl çəkiliş eləsinlər inşallah. Və o gün olsun ki, inşallah sizin nəvələriniz də sizi kimi vətənimizin dəyərli vətəndaşları olsunlar. Bugün 2026-cı ildir. 2026-cı il demək 15 mart tarixidir. Qarşıdan gələn bayramımızı təbrik edirəm. Bu çəkilişə 2026 yox, 2046, 2056, 2076-cı ildə baxanda sizin nəvə nəticələriniz baxacaq, şagirdləriniz baxacaq. Onlara ürək sözləriniz, tövsiyələriniz və arzularınız nə deyərsiniz? Əlbəttə o. Düzdür, biz uzun müddət müəllimliklə məşğul olmuşuq. Bütün qüvvəmizlə, biliyimizlə, səyimizlə o uşaqların, şagirdlərin inkişafına, tərbiyələnməsinə, savadlanmasına qarşı daimi diqqət mərkəzində olub. Daimi onlara biz qayğı göstərmişik. Eyni zamanda evladlarım, nəvələrim də onu kimi. Mənim oğlum İbrahim Bakı Dövlət Universitetinin fizika fakültəsini qutarıb. Nəvəm Ləman, Nəbiva Ləman, o da yenə Bakı Dövlət Universitetinin fizika fakültəsini qutarıb. Yəni mənim işimi davam elətdiriblər. Belə indi başqa sahələr. Neçə evladınız var müəllim hal-hazırda? Hal-hazırda 3 evladım. Adlar nədir evladlarınızın? Adları Nəbiyev Şahlar, İbrahim, Bəli. Ruslan. Çox gözəl və biz də hər birinə sağ ol deyirik. Neçə nəvəniz var müəllim? Nəvələriniz? Nəvələrim 4 nəvəm var. 4 nəvəniz var. Bir nəticəm var. Nəticəniz də. Ay maşallah. Bəli, hörmətli izləyicilərimiz, biz keçid alırıq müəllimin həyat yoldaşı və nəvəsinə ürək söz desin. Amma biz öz növbəmizdə müəllimə uzun ömür, can sağlığı arzu edirik müəllim. Əlimiz bir gözəl xeyirli olsun. Uzun ömür, can sağlığı. Təşəkkürlər, minnətdaram, çox sağ olun.